Əslən Ağdaş rayonundan müəllim ailəsində böyümüşəm. 11 il Ağdaşda tarix müəllimi işləmişəm, müxtəlif məktəblərdə. Green Card qazandıqdan sonra 7 il öncə Amerikaya gəlmişəm. Texas ştatının Houston şəhərində yaşayıram. Hər bir Green Card qazanan şəxs kimi mən də təbii ki, araşdırmaya başladım Amerikanın ştatlarını. Müəyyən araşdırmalardan sonra qənaətə gəldim ki, Texasa, Houston şəhərinə gəlim. Amerikaya gələn hər bir azərbaycanlı mütləq şəkildə burada kimsə tanımalıdır. Burada hər bir şey tamamilə Azərbaycan standartlarından fərqlidir. Məlumatsız bir şəxs hər hansı bir ştata gəldikdə bir aya keçəcəyi yolları tanımadığı, heç kim olmadığı şəraitdə gəldikdə 6 aya bir ilə keçir. Və təbii ki, maddi olaraq da daha çox xərclər çıxır burada. Ev tutmaqdan başlayaraq, sürücülük vəsiqəsi almaq, bütün yəni həyata başlamaq üçün nələr vacibdirsə, onları əldə eləmək, mütləq şəkildə sənə kimsə istiqamət verməlidir. Bu önəmlidir Amerika üçün. Azərbaycanda nə ki rütbən var, hamısını atırsan orada. Tamamilə hər şey burada sıfırdan başlanır. Ağdaşda tarix müəllimi kimi fəaliyyət göstərdikdən sonra Amerikaya gəldikdə düşünmədim burada. Çünki məktəb strukturu burada fərqlidir. Düşündüm ki, mənim üçün bu çətin olar. Tarix elə bir fəndir ki, Amerikalı kimi danışmalısan ingilis dilini. Düşündüm ki, mənim üçün çətin olacaq. Çünki yeni gəlmişdim. İngilis dilim səviyyəm o qədər də deyildi və müəllim kimi fəaliyyət davam etdirməyi heç düşünmədim açığı. Xilas olmaq üçün hər bir sahədə çalışdım. Bu kiçik biznes olsun, accounting olsun, IT sahəsində çalışdım. Bəzən bu mənə çox qəribə gəlir həqiqətən. Amerikalı danışıram və satacağım hər hansı nəysə onu satdıqdan sonra biraz özümü düşündüm ki, həqiqətən gerçəkdən bunu mən mi satdım? Bizim təbii ki, gözəl, dəyərli mental dəyərlərimiz var. Onların dəyərlilərini seçib Amerikanın da insanı irəli aparacaq təbii ki, bir çox dəyərləri var. Onları götürüb, mix eləyib, həm Azərbaycanlı, həm Amerikalı bir generation, nəsil yetişdirmək. Bunlar həm öz kökünə bağlı, həm də Amerikada böyüdüyü üçün Amerikalı kimi özünü hiss edə bilən. Bunu təşkil edə bilsək biz burada, düşünürəm ki, identity itməz. İstəməzdik təbii ki, Azərbaycançılıq və bizim gözəl mental dəyərlərimiz yox olub getməsin. Bura gələcək hər bir Azərbaycanlı birinci növbədə düşüncələrini və özünü bura hazırlamalıdır. Bunun başında təbii ki, dil bilikləri gəlir və hər hansı peşəni bilmək. Çünki əgər gəlib burada təzədən hər şeyi sıfırdan başlayaraq bir sahəyə əziyyət çəkmək istəmirsə, bu zaman alır. Bir peşəni öyrənib gəlmək onlar üçün daha rahat olar ki, Amerika inteqrasiya eləsin. Google eləməyi öyrənməlidir, location getməyi öyrənməlidir, sadə primitiv feilləri bilməlidir. Mən Bəkirov Coşqun, Houstondan Azərbaycana və Ağdaşa salamlar.